Xoş gördük, hörmətli tamaşaçılar. Misya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Yeni Dünya Nizamına Doğru mövzusunda beynəlxalq forum keçirilib. Prezident forumda çıxış edib. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Aprelin 8-i saat 19:20-dən 22:30-adək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qarayıman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutub deyə məlumatda qeyd olunub. Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bugün Prezident yanında Əf Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Bu il komissiyanın 4 iclası baş tutub və 500-ə yaxın müraciətə baxılıb. Qeyd edək ki, Əf Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əflə bağlı keçirildiyi bildirilir. Müdafiə Naziri tərəfindən təsdiq olunmuş 2025-ci ilin hazırlıq planına görə səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən, eləcə də bütün təminat növləri ilə tam təmin olunduqdan sonra plana uyğun məşğələlərə cəlb olunurlar. Sarayda 4 ədəd əl qumbarası aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin 112 qaynar telefon xəttinə Abşeron rayonu Saray qəsəbəsi ərazisində şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub. Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itin tətbiqi ilə aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 4 ədəd F1 əl qumbarası, 13 ədəd UZRGM partladıcısı, 2 ədəd süngü bıçağı, 7 ədəd 7,62 mm-lik və 34 ədəd 5,45 mm-lik mərmi aşkar edilib. Sursatlar mütəxəssislər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Aprelin 8-də müxtəlif kiber üsulla vətəndaşların 87.067 manatı talanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla ümumilikdə 87.067 manatı pul vəsaitləri bank kartlarından uğurlanıb. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir. Bugün UEFA Çempionlar Liqasının 4-1 final mərhələsinin daha 2 maçı keçiriləcək. PSG evdə Aston Villa ilə qarşılaşacaq. Borussia isə səfərdə Barselonanın qonağı olacaq. Qeyd edək ki, 4-1 final mərhələsinin cavab qarşılaşmaları aprelin 15-i 16-sında baş tutacaq. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.